Bir gün səhər qaynana böyrək bişirərək tava əlində gəlinin evinə gəldi. Qapını açanda gördü ki, evdə elektrik süpürgənin səsi, camların təmizlənməsi, gəlini qan-tər içində ev işlərinin təmizliyi ilə məşğuldur. Gəlini qaynanasını görüb onun qarşısına çıxdı, dedi: "Ana, bağışla günəm, evin yer-yığış edib qurtara bilməmişəm. Sən əyləş günən, mən bu işləri qurtarım." Dedi: "Qızım, bu işləri qurtaran deyil. Gəl əyləş biraz, söhbət eləyək." Dedi: "Yox ana, hələ yemək bişirmək çatır. Mən hələ yemək də bişirməmişəm. Qoy bu işləri yer-bir eləyim sonra." Dedi: "Qızım, vaxt var idi, mən də sənin kimi evimin tərtəmizliyi ilə məşğul olardım. Bütün günümü evin təmizliyinə sərf eləyərdim. Evim pırıl-pırıl parlayardı, bal-tök yala olardı. Nə var, mənə gələn qonaqlar lağ etməsinlər. Amma deməm mən evimi yox, özümü silib süpürürmüşəm." Bir gün vaxt ötdü, zaman keçdi, gözümü açdım, gördüm ki, artıq uşaqlar hər birisi uçub gediblər. Ərim qara torpaq altında, mən isə tək-tənha qalmışam. Evdə, evim də pırıl-pırıl tərtəmizdir. Zamanı heç cür saxlamaq olmur. İndi qız bununla fikirləşərək dedi: "Ana, deyəsən mən də sənin kimiyəm." Dedi: "Qızım, uşaqlara evin təmizliyi yox, ananın qayğısı, onun qayğıkeşliyi, ananın qoxusu gərəkdir onlara. Ərinə sənin xoş sözlərin, qadınlıq nəvazişin lazımdır. Evin təmizliyi qaçmır, evi hər zaman təmizləmək olar. Ona görə gəl biraz dincəl ginən, özünü bu qədər yorma ginən." Dedi: "Ana, doğru deyirsən. Deyəsən sənin etdiyin səhvləri mən də edirəm." Və gəlib əl-üzünü yudu, təmizləndi, qaynanası ilə əl-ələ verib çıxdılar bayıra. Hərəsi bir dondurma alıb, parkda əyləşib quşların cəhcəhinə qulaq asaraq söhbət etməyə başladılar. Öz qəlblərinin təmizliyini söhbətləri ilə təmizlədilər. Heç ömründə bu şəkildə oturub gəlin qaynana söhbət etmədilər. O günləri onlar evə qayıtdıqda evin təmizliyi olmasa da artıq onların qəlblərinin kirpası tökülmüşdü. Onların qəlbində başqa bir hava var idi. Evin havası artıq tamamilə başqa bir tərzə yönəlmişdi. Uşaqlar anasının qoxusunu, onun xoş nəvazişini görürdülər. Əri isə qadının gülər üzünü və onun xoş sözlərini eşidirdi. Demək olar ki, o günləri evdə tam bir başqa ab-hava var idi. İndi insan bir işi görərkən hər tərəfli fikirləşməlidir. Özünü bütöv tükəndirib, loleşkar halında uşaqların qarşısına, ərin qarşısına çıxmamalıdır. Hər şeyin öz yeri var. Evin təmizliyi də gərəkdir.
uşaqlara nəvaziş, xoş üzlə göstərmək gərəkdir. Çünki onlara ana qayğısı lazımdır, ana nəvazişi lazımdır. Vaxt zaman ötüb keçir, amma onu zamanı bir də geri qaytarmaq mümkün deyil. Ona görə ötən zamanlardan doğru düzgün istifadə etmək gərəkdir. Bu işdə hər birinizə xoş diləklər arzulayıram. Allah hər birinizin ailəsində xoşbəxtlik qismət eləsin. Ərinizlə, balalarınızla xoşbəxt günlər keçirib, xoş firavan yaşayasınız. Diqqətinizə görə çox sağ olun. Minnətdaram hər birinizə.